Adı Cəhənnəmdir. Bura şeytan dərəsi deyirlər. Gəris kəndinin qarşısında, xoyun dibində. Qayalar elə bil ölüm divarı kimi qalxıb üstə, aşağı enmək heç də asan iş deyil. Deyirlər bura işıqla qaranlığın arasında bir qapıdır. Elə bir yerdir ki, burada bizim dünya ilə naməlum bir şeyin sərhəddi itir. Sadəcə bir addım da yaxınlaşsan, hiss eləyirsən ki, buradan geri dönüş yoxdur. Əgər sən də Azərbaycan sirrinin dalısındasan, bu səhifəni izlə. Biri var idi, biri yox idi. Mərəndin Zəncirə kəndində bir yer var imiş ki, cəmaət ona Geya ocağı deyir. Deyirlər bir zaman orada bir igid yaşayırmış. Onun yeganə sirdaşı Sadiq atı imiş. Amma bir gün sahibi öldürülür və at da kədərdən ölüb. Deyirlər mələklər atı dəfn edir və məzarının üstünə bir daş qoyurlar. O gündən bəri burası sirli bir yerə çevrilib. Hər gün ceyranlar dağdan enər, məzarın ətrafında dolanar və oturarlar. Elə bir ki, bir ayin qururlar. Cəmaət da ora gedər, arzularını ürəyində pıçıldayar və kiçik bir daş götürərmiş. Əgər o daş məzara yapışsa, arzu gerçək olarmış. Geya ocağı bir yerdir ki, bir atın sadiqliyi, təbiət və arzuları birləşdirir. Bəs sən hansı kənddənsən? Kəndinin adını şərhlərdə yaz. Bəlkə də sənin torpağının sirləri də hələ qaranlıqda gizlənib. Arkana.